Videoya giriş cümləsi tapmaqda yenə həmişəyə kimi çətinlik çəkirəm. Ancaq danışılacaq mövzular var. Hacı Əliyev, Arman Sarukyan və Xamzat Çimayev eyni kartda güləşəcəklər. Demək olar 10 gün sonra, yəni iyun ayının 13-də RAF Güləş Təşkilatında Hacı Əliyev uzun aradan sonra yenidən güləş döşəyinə çıxacaq. Məncə bu çox vacib hadisədir, elə buna görə də bu haqda danışmalı olduğumu düşünürəm. Daha əvvəlki videoda da bu mövzuya toxunmuşam, ancaq bu səfər tam ətraflı bu haqda danışacağıq. Elə ona görə də videonu sona qədər izləməyinizi tövsiyə edirəm. Video keçməzdən əvvəl isə bunu demək istəyirəm ki, 10.000 abunə hədəfimiz var. Əgər kanal fəaliyyətini bəyənirsinizsə, videolarımızı bəyənməyi və kanala abunə olmağı unutmayın. Hacı Əliyev Azərbaycanın tarixə keçmiş güləşçilərindəndir. Bir çox yüksək nailiyyətləri var. Şübhəsiz ki, onun RAF kimi nüfuzlu arenada güləşməsi tam normaldır, amma mən diqqəti başqa tərəfə çəkəcəm. Bu prosesin necə baş verdiyi mənə çox maraqlı gəlir. Yəni bildiyimiz kimi Hacı Əliyev karyerasını bitirmişdi. Bu qədər uzun bir aradan sonra təşkilatdanmı Hacıya təklif gəldi, yoxsa Hacı mı təşkilata təklif götürdü, mənə çox maraqlıdır. Çünki Hacı Əliyevlə yanaşı dünyada olimpik səviyyəli bir çox güləşçi var. Ancaq karyerasını başa vurmuş bir idmançını təşkilata dəvət etmək RAF üçün niyə bu qədər maraqlıdır? Eyni kartda Arman Sarukyan, yəni erməni əsilli UFC ulduzu da güləşəcək. Azərbaycan-Ermənistan mövzusuna görə bir hype yaradıb ikilini qarşı-qarşıya gətirmə ehtimalı belə məni çox həyəcanlandırır. Əgər RAF təşkilatı da mənim kimi düşünürsə, bu qarşılaşma həqiqətən də çox böyük səs-küy gətirər. Arman RAF təşkilatında məğlubiyyətsizdir və yəqin ki bunu qoruyacaq. Onun bu səfərki rəqibi Tony Fergusondur. Yəqin ki bütün MMA izləyiciləri olaraq bu mövzuda həmfikir olarıq ki, Arman Sarukyan Tony Fergusonu məğlub edəcək. Hacı Əliyevin rəqibi isə dünya və olimpiya səviyyəli Slovakiyalı Sebastian Riveradır. Əslində tam uyğun rəqibdilər. Məncə elə gecənin performansına layiq olan qarşılaşma da məhz bu olacaq. Düzdür, Xamzat Çimayev və Arman Sarukyan kifayət qədər tanınırlar və yaxşı güləş bacarıqları var. Ancaq Hacı Əliyev və rəqibi həqiqi güləşin nə olduğunu göstərəcəklər. Bu mövzunu biraz daha açmaq istəyirəm, çünki ola bilər ki, bəzilərimiz üçün qaranlıq qalar. Düzdür, həm Arman Sarukyan, həm də Xamzat Çimayev kifayət qədər yaxşı güləşirlər və hətta bu bacarıqları sayəsində UFC-nin ən zirvəsinə qədər qalxmağı bacarıblar. Amma niyə düşünürəm ki, bu adlar olimpiya səviyyəli idmançılarla müqayisə olunmamalıdırlar? Çünki güləşdə müəyyən yerə qədər gələ biliblər və daha yuxarı səviyyələr alınmayıb deyə MMA idman növünə keçiblər. Amma Hacı Əliyev kimi dünya və olimpiya səviyyəli idmançılar bütün ömürlərini bu idmana verir və ən yüksək zirvəyə qədər qalxmağı bacarıblar. Əgər davamlı olarsa, mən Hacı Əliyevin çox qısa müddət ərzində RAF təşkilatının ən seçilən ulduzlarından biri olacağını düşünürəm. Qələbə qazanmasını çox istəyərəm, ancaq rəqibi də olduqca yüksək səviyyəli idmançıdır deyə qalib olub olmayacağını dəqiq təxmin etmək demək olar ki, mümkün deyil. Amma bir şeydən əminəm ki, çox baxımlı, səliqəli və estetik bir görüş olacaq. Videonun əvvəlində də dediyim kimi, Arman Sarukyan və Hacı Əliyev qarşılaşmasını düşünmək belə məni çox həyəcanlandırır. Mümkün bir görüşdə Armanın Hacıya qarşı qələbə şansının çox az olduğunu düşünürəm. Ancaq belə bir qarşılaşma baş tutarmı, belə bir ehtimal varmı, çox maraqlıdır. Həm yerdimizə bu çətin sınaqda uğurlar arzuyuruq və qələbə qazanmasını diləyərək videonu sonlandırırıq. Bəs sizcə Hacı Əliyev RAF təşkilatında niyə güləşmək istəyib və Arman Sarukyanla qarşılaşarsa, belə bir görüşün nəticəsi necə olar?